Allah önderimize rahmet eylesin. Allah cemiye şehitlerimize rahmet eylesin. Bu günleri rayon icra hakimiyyəti tərəfindən ulu önderimizin haqqında İsa'nın süfrəsi açılıb, Allah qəbul eləsin. Allah'ın lütfuyla İzzət Cəlalı hürmətinə ulu önderimizin ruhu necə ki, həmişə bizləndir, bizlə olsun və Azərbaycan xalqının xilaskarı və bizi bəlalardan qutaran, qələmiyyət doğru gedən yolumuzu bizlərin üzünə açan ulu önderimizə qəlbən rəhmət eləsin. Allah cəmat və əzəkləri qorusun, aydınçılarına qorusun. Bu günləri Allah'a şükür edək, Allah'a nəzarətini bildirək. Çətin dönəmlərdən olur, çətin günlərimiz olur. Vaxtilə biz evlərimizi, qapılarımızı, gəlir barmaqlarla bağlayırıq. Bu günləri evlərimiz, pəncərlərimiz hamısı plastik pəncərələrdən. Niyyətim ki, təhlükəsiz bir ölkədə yaşayır, təhlükəsiz bir dövrdə yaşayır. Bu təhlükəsizliyi, bu firavunluğu bizə bəxş edib gedən ulu öndərimizdir və onun davamısı bu günləri Cənab Prezidentimizdir. Bu günləri biz qələbəni insan sevinir, dərindən sevinəndə onu hətta yaşaya bilmir. Bəlkə də biz o qədər sevinmişik ki, qəlbən. Biz hələ bu firavunluğun, bu gözəlliyin bəzən ham yaşanır, insan onun tam fərqinə vara bilmir. Salavat Peyğəmbər və Ali Peyğəmbərə bir salavatı zikr edək. Bu gözəlliyi, bu firavunluğu, milli kimliyimizi özümüzə qaytaran ulu önderimiz haqqında Allahumma sallallahu Muhammed və Muhammed və cəmiyyət şəhidlərimizin də haqqında salavat edək. Allahumma sallallahu Allahumma salli ala Muhammedin və ali Muhammed. أعوذ بالله من الشيطان الرجيم بسم الله صبح اسم ربك الأعلى الذي خلق فسوى والذي قدر فهدى فجعله مساء نحوا سنقرئك فلا تنسى إلا ما شاء الله إنه يعلم الجهر وما يخفى ويسرك لليسرى وذكر نوعد الذكرى سيذكر من يخشى ويتجنبها الأشقى الذي يصلى ثم لا يموت فيها ولا يحيا قطعوا الحمد ووقر ربي فصلى فأبصرون الحياة الدنيا والآخرة خير وأبقى إن هذا لفي صحف الأولى صحف إبراهيم وموسى
وسلام على المرسلين والحمد لله رب العالمين. آمين يا رب العالمين. اللهم بالمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات وما سيما المرحوم المكبور المعلوم بحق محمد وآله بالفاتحة. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. اللهم صل على محمد وعلى محمد. Allah kabul eylesin. Allah onlarımıza rahmet eylesin. Allah şehitlerimize rahmet eylesin. Allah öz bildiği xatirinə, öz mərhəməti xatirinə belə insanları qəbul eləsin. Allah öz bildiği xatirinə Cənab-ı sizləri qorusun, hükmabız orqanlarımızı qorusun, şəhid ailələrini qorusun. Bu günlər ki, belə bir bunun dərdi haqqında tədbir keçsin. Allah qəbul eləsin. Güzel ayakta gidenler. Allah'ın kötülüğü ben bir şey yapayım. آمين آمين يا رب العالمين. اللهم صل على محمد وعلى محمد. الحمد لله رب العالمين. إلا بالله الرحيم والعاقبة للمتقين الله ونعم الله ونعم سيد العرب والعجم. اللهم تقبل صلاة الإحسان وآية القرآن شرافة القرآن وجنة النار سورة الفاتحة. بسم الله. Tabii ki həmişə Ulu Öndərimizin siyasətini qəlbində yaşadan və bugün şəhid ailələrinə həmişə diqqət qayğısı göstərən, fərd olaraq hər bir kəsin evində olan inşallah söz verdik. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqil Məmmədova. Allah razı olsun. Anaları, şəhid ataları. Bugün hamılıqla biz ilk gündə Ulu Öndərimizin mərkəzi meydanda abidəsini ziyarət etdik və bu gündə Ulu Öndərimizin anın günündən bağlı ehsan söhbətində mən dəvətimizi qəbul edib gəldiyim üçün hər gün düz minnətlarımı bildirirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çıxışlarda da qeyd edildi, bugün torpaqlarımız işğaldan azad olunub, bugün torpaqlarımız inkişaf edir, abadlaşır, gün-gündən gözəlləşir və bunun üçün öz şirin canlarını bir daha fəda eləmiş şəhidlərimizə Allahdan rəhmət diləyirik. Valideynlərinə, analarına, atalarına, əzizlərinə, doğmalarına səbir diləyirik. Bir daha Allah'tan Ulu Önderimizə rəhmət diləyirik və bugün bir daha qeyd edim ki, ölkə rəhbəri möhtərəm prezidentimizin apardığı siyasət və tədbirdə də nümayiş etdirilən filmdə də qeyd olunduğu kimi Ulu Öndər ardıcıl olaraq bütün işğaldan azad edəcəyimiz şəhərlərin adlarını mən deyərdim ki, bir kronika olaraq 20 il bundan qabaq sıraladığı ardıcılıqla da oğullarımız, igidlərimiz, yenə deyirəm, Allah şəhidlərimizə rəhmət etsin, bir azad etdik və biz həmin torpaqlarda yeni bayramlarımızı, Novruz bayramlarımızı, digər bayramlarımızı keçirdik. Bir daha Allah Ulu Öndərimizə rəhmət etsin. Çox sağ olun, minnətdarım.